Doktor, ac qarnına limonlu su içmək mədə bağırsaqlarımızı həqiqətən təmizləyirmi? Ac qarnına limonlu su içmək təbii ki, burada mədənin yolub təmizlənməsindən söhbət getmir. Burada mədə turşuluğunun tənzimlənməsində bir rolu vardır. Turşuluq belə deyək, qismən artır, bu gün ərzində həzmsizlik aradan götürür, qidanın rahat həzm olunmasına şərait yaradır. Eyni zamanda ac qarnına limonlu su içmək bağırsaq mikroflorasına müsbət təsir göstərir. Bağırsaq peristaltikasını yaxşılaşdırır. Xüsusən ilıq halda suyun içilməsi bağırsaq peristaltikasını artırır ki, bu da qəbizliyi olan insanlara xüsusi fayda verir. Yəni bağırsağın kinetikasını, mədənin turşu ifrazının tənzimlənməsində, mədə bağırsaq motorikasında bir əhəmiyyət daşıyır, müsbət təsir göstərir. Bəs yeməkdən sonra limonlu suyun içilməsinə olan münasibətiniz necədir? Yeməkdən sonra da limonlu su içmək olar. Bu da yenə də həzm prosesinin rahat getməsinə, həzmi yaxşılaşdırıcı bir təsiri ola bilir. Yeməyin yanında məsəl üçün meyvə şirələri, kompotun içilməsi bu əbəs yerə deyil. Bunlar hamısı mədənin normal şirə ifrazına zəmin yaradır ki, bu da mədə artıq qidanı həzmə hazır olur, normal həzm gedir mədədə. Bəs limonlu su kimlərə olmaz? Limonlu su əsasən hiperasit qastritli xəstələrə olmaz, mədə peptik yara xəstəliyi olanlara olmaz. Yəni burada qida borusu, mədə və 12 barmaq bağırsağın yaraları peptik yara adlanır. Reflux xəstələrinə ziyan edər, diafraqmal yırtığı olanlara ziyan edər. Yəni turşuğun artması ilə gedən mədə xəstəliklərinə, həmçinin duodenal xoralara ziyan edər.